Bugün biz bu epizodda İslamın ən məşhur rəvayətlərindən birinin təfsiri haqqında danışmaq istəyirik. Həmin rəvayət həm sünni, həm də şiə İslamında mövcuddur. Bu Muhammed Peyğəmbərin sallallahu aleyhi və alih sözləridir. O buyurmuşdur: Ənə mədinətul ilim və əleyyun babuha. Mən arədəl ilim fəliyyət əl-bab. Doğrudur. O buyurub, mən elm şəhəriyəm. Əli isə onun qapısıdır. Elm istəyən qapıya gəlsin. Və Əli onun qapısıdır. Yəni Əli ibn Əbu Talib. Kim elm istəyirsə qapıdan gəlsin. Bu xüsusi rəvayət Peyğəmbər əhl-i-beytinin bir çox üzvü tərəfindən, eləcə də Muhammed Peyğəmbərin çox saylı səhabələri, onun dövründə yaşayan insanlar və ondan sonra gələn imamlar tərəfindən nəql olunmuşdur. Və bu rəvayət əhl-i-beytin əleyhissalam şiələri tərəfindən Muhammed Peyğəmbərdən sonra İmam Əli ibn Əbu Talibin qanuni xilafətini sübut etmək üçün geniş miqyasda qəbul edilmişdir. Onlar bunu bu cür görürlər.